Salam dostlar, sizinle Tkachenko Kodeksandır. Bu videoda sizə Royal Hook servisində necə banner reklamı yaratmaq və süni intellektlə isə salmaq lazım olduğunu göstərəcəm. Bunun uzun reklam verən bölməsinə banner reklamına keçirik. Və burada yarat bölməsində bizdə süni intellektlə yarat düyməsi çıxır. Ona klikləyirik və burada şirkətin adını yaxud biznes təklifinizin adını doldururuq. Ustunluqlar. Burada şirkətinizin, layihənizin və ya biznes təklifinizin ustunluqlarını təsvir edirik. Yəni sadəcə olaraq təklifinizin ustunluqlarını ümumi şəkildə təsvir edirik. Burada linki əlavə edirik və bu sahədə həmin şəkildə nə görmək istədiyimizi yazırıq. Bunu yazmaya da bilərik. Onda növbəti addımlarda bizə müəyyən ideyalar təklif edəcək və biz həmin ideyalar arasından seçim edə bilərik. Əgər istəyirsinizsə, bu ideyanı özünüz də burada yaza bilərsiniz uyğun olaraq. Həmçinin aşağıda burada yüklə düyməsi var və biz məsələn öz şəklimizi yükləyib həmin şəkil əsasında banner düzəldə bilərik. Yəni ya mətn əlavə etməsini xahiş edə bilərik və o sizin şəklinizdə mətn yaradacaq. Məsələn, buna bənzər bir serialnavır. Yaxud bəlkə də siz şəklinizi daha dəqiq desək, ozunuzu şəklinizdən kəsmək və məsələn arxa fonu dəyişmək istəyəcəksiniz. Bəli, bilmirəm, bəlkə də arxa planda Eyfel qülləsinin olmasını istəyəcəksiniz və süni intellekt bunu montaj edib əlavə edəcək və çox gözəl görünəcək. İndi öz şəklimi yükləyəcəyəm və şəklimdən banner düzəldəcəyəm. Çünki bu mənə daha çox xoş gəlir. Bu daha çox brend haqqındadır. Məncə bu daha effektivdir. Ona görə də öz şəklimi yükləyəcəyəm. Yüklə düyməsini seçirəm, yükləyirəm. Bannerin ozu, yəni şəkil 1 megabaytdan çox olmamalıdır. Və sonra bizdə variantlar var. Əgər bu artıq mətnlə hazır banner olsaydı, onda burada şəklimi banner kimi istifadə et düyməsini sıxardım və salam. Yəni bundan sonra süni intellekt şəkil və ya banner yaratmazdı. Sadəcə mənim üçün ən uyğun hədəfləmə ayarlarını tətbiq edərdi və lazım olanlara göstərərdi. Yəni bu da çox rahat bir variantdır. Əgər siz əl ilə ayarları istifadə etmək istəmirsinizsə, süni intellektlə ayarları seçə və artıq hazır bannerinizi yükləyə bilərsiniz, əgər varsa. Əgər yoxdursa, burada generasiya edib düzəldə bilərsiniz. Mən Excel-i yüklədim, indi bütün bu məlumatları dolduracam və davam edəcəyik. Deməli, mən hər şeyi doldurdum və burada belə bir mətin yazdım. Mənim sekrimi əsas götür və üzərinə mətin əlavə et. Mətin nəzərə çarpan və asan oxunan olmalıdır. İndi isə davam et düyməsini sıxırıq və o bizə mətnlər təklif edir. İndi bizə üzərinə əlavə edə biləcəyimiz mətn variantlarını göstərəcək. Bax, əslində hələ generasiya edir. Aşağıda bu bannerlərin süni intellekt tərəfindən yaradıldığını görürük. Beləliklə, bu uc variantdan birini seçə bilərik, ya da buradakı isarəyə basıb yeni bir mətn fikirləşməsini istəyə bilərik. Yəni burada basıb müxtəlif variantlara baxmaq mümkündür. Məsələn, ən birincini seçək. Burada hər hansı bir mətn seçdikdən sonra onu redaktə edə bilərik. Məsələn, nöqtələri silə bilərəm. Yəni nəsə əlavə edə, dəyişə bilərik. Ümumilikdə belə bir seçim var. Sonra davam et düyməsinə basırıq və platin tarifində ayda 5 generasiya limiti verilir. Əslində bu kifayət qədərdir. Əgər daha çox lazımdırsa, uyğun olaraq hər generasiya 30 sentə basa gələcək və əsas hesabdan tutulacaq. Yəni reklam hesabından da çıxıla bilər. Artıq test etmişəm, yazıdan əvvəl limitlərimi xərcləmişəm, ona görə də indi ödəniş edəcəyəm. Bəli düyməsinə basırıq və o məlumatları analiz edir. Faizlərlə olan bir skala görürük. Əslində, banneri hazırladı və dərhal saxlamağı təklif edir. Mən sizə məsləhət görürəm ki, bu banneri dərhal yadda saxlayasınız, çünki onu digər sosial şəbəkələrdə istənilən yerdə istifadə edə bilərsiniz və çox güman ki, sizə lazım olacaq. Beləliklə, gəlin analiz edər. Mən hesab edirəm ki, banner həqiqətən çox yüksək səviyyədə və keyfiyyətlidir. Yəni, ən uğurlu kadrı xüsusi olaraq seçib ayırdı, məni sağ tərəfə çəkdi, üstəlik qaranlıq effekt verdi ki, mətn daha yaxşı oxunsun. Tamamilə razıyam. Yəni, Global Shark sözünü iri hərflərlə yazdı. Əsas mətni də iri hərflərlə yazdı. Hansı ki, mən istəməzdim yəni, seçdiyim mətni.
və xirdə detalları da əlavə etdi, yəni mətnləri. Yəni onlar ümumilikdə oxunarlıdır. Xirdə yazılıb, amma oxunarlıdır. Əslində onlar elə də böyük fərq yaratmır, belə desək. Yəni əsas mətn budur, iri hərflərlə yazılıb. Komanda uzun xüsusi sərtləri göstərmək üçün belə bir loğə əlavə etdi. Bu da çox yaxşı görünür. Aradasa rənglərin keyfiyyətini xeyli dərəcədə yaxşılaşdırdı. Peşəkar rəng korreksiyası etdi. Yəni əslində bu banner mənim həqiqətən də çox xoşuma gəlir və olduqca cəlbedici görünür. Yəni əgər biz burada əlavə limitlərimizi xərcləmək qərarına gəlsək, bir daha bura klikləyə bilərik və o bizə tamamilə fərqli və yeni bir variant yaradacaq. Gəlin birlikdə klikləyək. Yaxud uyğun olaraq geri düyməsinə basıb başqa bir mətn seçə və tamamilə fərqli mətnlə başqa bir banner yarada bilərdik. Bax, ikinci banner də budur, onu da yükləməyi təklif edir. Burada bəzi əsas fərqlər mövcuddur. Amma təbii ki, çox da böyük bir fərq müşahidə olunmayacaq. Çünki bu eyni fotonun fonunda hazırlanıb. Elə deyilmi? Yəni burada şəkil dəyişməz qalır. Fərq yalnız mətnlərdədir. Məsələn, burada o yaşıl rəng əlavə edib, burada isə daha çox qızılı, sarı tonlar əlavə edib. Burada isə bizə daha çox xoş gələn variantı seçə bilərik və davam et düyməsinə basırıq. Burada da adi əl ilə banner tənzimləməsində olduğu kimi hansı büdcədən istifadə etmək istədiyimizi seçmə imkanımız var. Əgər biz xırda, yəni kiçik məbləğlərlə ödəyiriksə, 1000 baxış uzun $5 olacaq. Bax, əslində bu $5 basa gəlir. Biz buraya $1 test uzun qoya bilərik. Bu halda cəmi 200 baxış olacaq. Yəni 200 baxış üçün yaxşı bir statistika əldə edəcəyiniz çətin olar. Bu tamamilə sans məsələsidir, bəli. Əgər biz, məsələn, özümüz bir məbləğ daxil ediriksə, onda 1000 baxış üçün $5 ödeyirik. Əgər biz dərhal $30 ödəsək, 10.000 baxış əldə edirik. Bu da 1000 baxış üçün $3 deməkdir. Yəni artıq xeyli ucuz basa gəlir. Ən yaxşı variant isə $50 ödəməkdir. Bu halda 30.000 baxış əldə edirsiniz. Bu isə 1000 baxış üçün cəmi $1.60 edir. Əgər siz əvvəlcədən reklam balansınızı ən azı $100 məbləğində artırmısınızsa, bu məbləğin üzərinə 50% cashback də alırdınız. Yəni, məsələn, $100 artırdıqsa, nəticədə $150 əldə edirdiniz. Beləliklə, reklamınız bir yarım dəfə daha sərfəli olur. Bəli, yəni ən ucuz və sərfəli qiymətlə paketi götürmək olar. Üstəlik, bu imkanla da əlavə qənaət edə bilərsiniz. Qənaət edə bilərsiniz, bəli. Nəticədə sizdə 1000 baxış uzun $1.60 yox, əgər reklam balansınızı dərhal $100-dan çox artırırsınızsa, 1000 baxış uzun 80 sent olacaq. Yəni bu xeyli daha sərfəli olacaq, bəli. Ona görə də mən tövsiyə edirəm. Yəni orada nəsə yoxladınız, bəlkə test etdiniz və ya dərhal ən sərfəli variantı seçmək daha yaxşıdır. Məsələn, $50 başlamaq, çünki sonra əgər nəsə olsa, banneri dəyişə və ya düzəliş edə bilərsiniz. Və burada ödev və basılat düyməsinə basırsınız. Hər şey uğurla basacaqdır. Və əslində, baxın, bəli, reklam kampaniyası artıq göründü. Bu həmin bannerdir. Görürük ki, artıq bir baxış belə olub və qalan baxış sayı 29.999-dur. Yəni, ümumilikdə 30.000 baxış bizə $50 basa gəldi, dostlar. Status işləyir. Yəni, burada siz sondura, redaktə edə və ya xoşunuza gəlmirsə, silə bilərsiniz. Balansınız reklam hesabınıza geri qaytarılacaq. Və artırmaq da mümkündür. Burada da sadəcə klikləyib artırmaq olar, istəsəniz öz məbləğinizi daxil edə, ya da paket seçib artırmaq mümkündür. Yəni, burada hər şey kifayət qədər sadədir. Buna müvafiq olaraq, süni intellekt özbaşına şəkildə hədəfləmə üzrə tənzimləmələri, dili, auditoriyanı və maraq dairələrini seçəcək. Yenə də hər kəs profilini doldurur, mini testdən, yəni 12 sualdan ibarət kiçik bir sorğudan keçir və orada, belə deyək, kriptovalyuta, partnyor proqramları və s. barədə biliklərini izah edir. Nə ilə məşğuldur, belə desək, hansı təcrübəyə malikdir?
və buna əsaslanaraq süni intellekt ona müəyyən taqlar təyin edir və həmin taqlarla uyğun olaraq sizin reklam kampanyanızı qurur. Yəni burada reklam kampanyanızı tamamilə süni intellekt idarə edir və bütün ayarları məhz süni intellekt sizin üçün yaradır. Əgər tam nəzarət istəyirsinizsə, onda yarat düyməsi vasitəsilə daxil olub, bütün ayarları əl ilə tam şəkildə özünüz edə, öz bannerinizi yarada, yükləyə və bütün ayarları seçə bilərsiniz. Amma orada bütün ayarlar tam olmayacaq. Yəni süni intellektin ozu tənzimlədiyi bəzi ayarlar təbii ki, orada olmayacaq, amma əsas ayarlar yenə də mövcuddur. Ona görə də tam nəzarət istəyən və ayarlarını dəqiq bilmək, idarə etmək, dəyişmək, test etmək istəyən insanlar üçün təbii ki, yarat düyməsi vasitəsilə və əl ilə müstəqil tənzimləmə daha uyğundur. Əgər bu işlərdən başınız çıxmırsa və ya ümumiyyətlə əziyyət çəkmək istəmirsinizsə, sadəcə süni intellektlə yarat düyməsini basın. Və baxın, əslində cəmi bir neçə kliklə sizdə banner reklamı yaradılır, trafik isə düşür və artıq saytınıza, botunuza və ya trafik hara yönləndirirsinizsə, ora hazır keçidlər və nəticədə hazır müştərilər əldə edirsiniz dostlar. Ona görə də sadəcə 2-3 kliklə reklamı istehsala və reklamın istəyib sizə gəlir gətirməsini təmin edə bilərsiniz. Gələn videoda görüşənədək.